Salam. Yəni 31-ci sualın izahına baxaq. Verilib 4-də 1 plus 5-də 1 plus 6-da 1 bərabərdir A olarsa, 4-də 5 plus 5-də 6 plus 6-da 7 cəmini A ilə ifadə edin. Bu tip suallarda kəsirləri topladıqda və ya çıxdıqda tam ədəd alır. Bu ifadəyə 1x desək, toplasaq indi 4-də 5 ilə 4-də 1 topladıqda 4-də 6 tam ədəd alınmır. 5-də 6 ilə 5-də 1 topladıqda 5-də 7 tam ədəd alınmır. 6-da 7 ilə 6-da 1 topladıqda 6-da 8 tam ədəd alınmır. Tərəf-tərəfə çıxsaq, tənlik halına gətirək. 4-də 5 plus 5-də 6 plus 6-da 7 bərabərdir x-ə. 4-də 1 plus 5-də 1 plus 6-da 1 bərabərdir a-ya. Tərəf-tərəfə çıxaq. 4-də 5-dən 4-də 1 çıxdı, 4-də 4 1 edir. Plus 5-də 6-dan 5-də 1 çıxdı, 5-də 5 1 edir. Plus 6-da 7-dən 6-da 1 çıxdı, 6-da 6 edir, o da 1 edir. Bərabərdir x çıx a-ya. Biz buradan x-i tapdıqda a-nı çevirək sağ tərəfə. 3 plus a bərabərdir x. Tapdıq. Bizdən deyildi cəmini a ilə ifadə edin. Variant C variantı.